Salam dəyərli izləyicilər. Bugün sizinlə heyvanın tam mövsümündə ən düzgün və asan üsulla həm bişintilərdə istifadə etməyə, həm də səhər süfrəsi üçün çox ləzzətli, ətirli, şəffaf heyva ceminin hazırlama qaydasını bölüşürük. Burada 2 kilo 100 qram heyva var. Heyvaları təmiz yuyub qabıqlarını nazik soyuruq. Soymaya da bilərsiniz. Sadəcə qaralmış zavallı hissələri kəsib götürün, qabıqla da hazırlamaq olar. Daha sonra özəyini, sərt hissələrini kəsib çıxarıb heyvaları dilimləyib istədiyiniz ölçüdə xırdalayın. Bildiyiniz kimi meyvələr müxtəlif olur. Götürdüyümüz bu heyvalar yumşaqdılar. Mürəbbədən fərqli olaraq cem üçün meyvəni suda o dərəcədə bişiririk ki, yumşalır, əzilir. Əgər bütöv qalan meyvələr varsa, onları da hazır olana yaxın pürə əzənlə əzib cem halına salırıq. Əgər heyva bərkdirsə, o nə qədər bişsə də formasını saxlayır. Eri olduqda mürəbbə kimi bişiririk. Hazır olduqdan sonra ət maşından keçirdib cem edirik. Meyvənin qabıq və özəklərini qazançaya əlavə edib, üzərinə 1 litrdə su əlavə edib, ocağın üzərinə qoyub qaynadırıq. Cemin hazırlanmasında bundan istifadə edəcəyik. Amma siz belə eləməyə də bilərsiniz. Və yaxud da belə eləyib, sonra şəkər qatıb, kompot, kisel də hazırlaya bilərsiniz. Bundan çox ləzzətli olur. Doğranmış meyvələri qazana əlavə edib, üzərinə qabıq və özəklərinin hazırladığımız suyunu da süzüb ocağın üzərinə qoyuruq. Əvvəlcə qapağını tam örtürük. Suyu artdıqdan sonra qapağı aralı qoyub heyvaları yumşalana qədər bişiririk. Arada alt-üst edirik ki, bütün meyvələr bərabər bişsin. Heyvalar yumşaldıqdan sonra şəkər tozunu əlavə edirik. Təmizlənmiş çəkisi 1 kilo 800 qram meyvəyə 900 qram şəkər tozu götürmüşük. Yəni şəkər tozu meyvənin yarısı qədər götürülür. Adətən belə götürülür cem üçün. Amma siz şirin xoşlayansınızsa bunu biraz artıra bilərsiniz təbii ki. Şəkər tozunu 2 dəfəyə hissə əlavə edib biraz bişiririk. Onu da qeyd edeyim ki, şəkər tozunu artırdıqca cemin rəngi daha da gözəl olur, şəffaflaşır. Hazır olmağına az qalıb. Fikir verirsinizsə meyvələrin çoxu əzilib, 1-2 dənə meyvə bütöv qalıb, onları da kartofəzənlə əzib hazırladığımızı cem halına salırıq. Və biraz da bişiririk. O dərəcədə bişiririk ki, cem qazanın dibindən ayrılsın. Artıq cem hazırdır. Baxın, qaşığı qazanın dibinə çəkdikdə cem qazanın dibindən ayrılır. Yəni bir anlıq qazanın dibi təmiz görünür. Yəni bu dərəcədə qatılaşdırmalısınız. Mən qaşıqdan töküb də göstərmək istəyirəm cemi, özünüz qatılığını görəsiniz. Bundan biraz çox qaynatsanız, qatılaşdırsanız, o zaman pavidli olacaq. Hərəsinin öz qatılığı var. Əgər pavidli istəyirsinizsə, biraz da qatılaşdırın. Cemi qaynar-qaynar yuyub qurutduğumuz bankalara dolana qədər əlavə edib qapaqlarını kip bağlayırıq. Soyuduqdan sonra da bankalara yığa bilərsiniz. Amma çox vaxt xanımlar yazırlar ki, cem hazırladıq, üzəri kip bağladı, bu nədəndir? Belə eləyəndə, yəni qaynar-qaynar bankalara doldurub qapaqlarını kip, amma banka dolana qədər tökün ki, hava yeri qalmasın. Qapaqlarını kip bağlayın, o zaman kip atma ehtimalı olmur. Çox gözəl qalır. Bu qədər, belə bir gözəl cemin hazırlamasını sizinlə paylaşdıq. Siz də hazırlayın. Bişintilərdə qat-qat xəmirin içərisinə, bulkaların, ponçikin içərisinə biz çox xoşlayırıq bu cemi.
ləzzətli olur. Yazın görək siz hansı bişintilərdə istifadə edirsiniz. Hazırlayın, şirin-şirin yeyin. Nəticəni bizimlə də bölüşün. Şərhlərinizi gözləyəcəyik. Videonu like etməyi unutmayın. Hələlik.